insanın ölümü o insanın yaxınları, doğmaları, əzizləri üçün böyük bir faciədir. Üstəlik əgər o insan cavan yaşında dünyasını dəyişibsə, həyata doymadan dünyasını dəyişibsə, o daha böyük bir ağrılı bir dərddir. O dərdlə barışmaq qeyri-mümkündür. İstəsək də barışa bilmirik. Çünki o insan hələ həyata doymamışdı. O insanın arzuları var idi. O insanın istəkləri var idi bu həyatdan. Həyatla bağlı, özü ilə bağlı, övladları ilə bağlı edəcəyi planlar var idi və bunların heç birisini həyata keçirtmədən həyatla vidalaşdı. Bilirsən ki, bu həyat ölümlü, itimli həyatdır. Həyatın qanunudur. İnsan doğulur, həyatını bir müddət yaşayır və həyatdan köçür. Bunu bildiyin halda yenə də barışa bilmirsən bu ölümlə, bu itki ilə. Allah rəhmət eləsin. Allah heç bir kəsi belə bir faciə və ölümlə sınağa çəkməsin. Sən bir mələk kimi gəldin bu dünyaya və bir mələk kimi də dünyadan getdin. Səni həmişə gözəl xatırlayacaq.